qeyd olunurdu ki, bizim vaxtımız çox azdır. 1,5 dərəcə Selsiyanı saxlamaq üçün bu ödənişlər olunmalıdır. Çünki elə Bakıda da dünya dövlətləri, inkişaf etmiş ölkələr öhdəlik götürdülər. Yəni bu deməkdir ki, öhdəlik götürmüsənsə, müəyyən vaxt ərzində bu ödənişi etməlisən bu fonda. Ancaq təəssüflər olsun ki, bu ödənişlərin heç hələ ki qarşılanmayıb, ödənilməyib. Niyə Pərvanə xanım? Səbəb bundan ibarətdir ki, bilirsiniz, indi geosiyasi qeyri-stabillik var dünyada. Çox vektorlu siyasətdən daha çox ölkələr çox regional xarici siyasətə üstünlük verirlər. Sağçılar daha çox çoxalıblar siyasətdə və bütün bunlar qlobalizmdən doğan məsələlərin, qlobal məsələlərin həllində dəstəyi bir qədər azaldır. Ümumiyyətlə, xarici maliyyə dəstəyi dünyada azalıb, o da dəstəyi deyilik. Hansı ki, bu inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyidir. Bu bir öhdəlikdir. Təkcə burada iqlim məsələsi deyil, digər məsələlər də var. Aclıqla və yaxud ərzaq təhlükəsizliyi ilə, həmçinin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı dəstəkdir. O cümlədən iqlim dəyişikliyi ilə mübarizə istiqamətində inkişaf etməkdə olan ölkələrə bir dəstək göstərməli. Təəssüflər olsun ki, bu çox azalıb. Məsələn, Fransa özü 700 milyon avro həcmində o da dəstəyini azaldıb. Elə ABŞ olsun. Yəni bir çox ölkələr artıq öz ölkələrinin iqtisadi durumunu daha çox düşünürlər, nəinki digər ölkələrdə başlayan hadisələri. Ancaq Azərbaycan hər zaman çox vektorlu xarici siyasətdə öncül rol oynayıb. Azərbaycan istər qoşulmama hərəkatı dövründə, istər COP29 zamanı hər zaman qlobal cənubu dəstəkləyib. Azərbaycan qlobal cənubun bugün flaqmanlarından birinə çevrilib. Afrika ölkələri, digər Okeaniya ölkələrinin problemlərini Azərbaycan daim işıqlandırıb. Bunlar məsələn mənzil böhranı və yaxud da ki, dayanıqlı inkişaf, sonra dekolonizasiya məsələsi, elə iqlim dəyişmələri ilə bağlı qlobal məsələləri biz daim işıqlandırmışıq və bu sahədə bu ölkələrə öz töhfəmizi göstərmişik və belə də oldu. COP29 zamanı da biz bir çox uğurlar əldə etdik. Həmçinin qlobal cənub üçün layiqli, etibarlı platforma yarada bildik ki, onlar da inklüziv şəkildə öz fikirlərini bu platforma əsasında çatdıra bildilər.